Kung Fu ustasının övladı və şagirdi olduğunuzu xəyal edin. Uşaqlıqdan böyüyənədək tək arzunuz ustanızı razı salmaq və özünüzü ona sübut etməkdir. Əgər bunu edə bilsəz, bütün gücü sizə verəcək olan əfsanəvi əşya sizin olacaq. Bir ömür çalışdınız və sonunda perqamenti almaq sizin haqqınızdır. Amma həmin an ustanızın ustası qarşınıza çıxır və deyir ki, sən buna layiq deyilsən. Üstəlik ustanızın sözünü yerə salır. Bütün bu zəhmət boşa mı idi? Yoxsa hər şey yeni mi başlayır? Hekayə gecənin birində bilinməyən birinin Yeşim sarayının qapısına bir qar bəbiri balası tərk etməsi ilə başlayır. Usta Uweyin sadiq tələbəsi Shifu balanı görüb təəccüblənir. Ona yazığı gələrək öz himayəsinə götürür, adını Tailung qoyur və öz övladı kimi böyütməyə başlayır. Bu bala Shifunun həyatına çox müsbət təsir edir və hər gün onun qayğısına qalır. Ancaq günlərin bir günü Shifu Tailungun Kung Fu'da istedadlı olduğunu kəşf edir. Bu kəşflə bərabər Shifu ən yaxşı bildiyi şey olan Kung Fu'nu ona öyrətməyə başlayır. Onu qatı disiplinlə məşq elətdirir və ən başından bəri ona əjdaha döyüşçüsü olmaq xəyalını aşılayır. Shifu Tailonga əgər əjdaha döyüşçüsü ola bilsən, gücünü daha da artıracaq olan kainat enerjisinə malik əjdaha perqamentini əldə edəcəksən dediyində, Tailongun içindəki istək yanıb tutuşur və artıq gecə-gündüz əjdaha perqamentini almaq üçün çalışır. Amma Shifu Tailongun ustası olduqdan sonra bir şeyi unudur, onun həm də atası olduğunu. Dünyaya gözlərini Shifu ilə açan Tailong üçün atasının fəxr elədiyi oğul olmaq əsas məqsəd halına gəlir. Ancaq illərlə zəhmətlərinin qarşılığını almağı səbirlə gözləyən bu gənc bəbir çox böyük bir hüsrana uğrayır. Tailong Uweyin bu qərarından sonra əsəblərinə hakim ola bilmir və acığını məsum kəndlilərdən çıxarır. Bu səbəbdən haqlı ikən haqsız vəziyyətinə düşür. Bəlkə də bu qədər ağır məşq və əjdaha döyüşçüsü olma vədləri ilə doldurulmuş olması onun gözləntisini böyütmüşdü. Amma bu elədiyi pislikləri görməzdən gəlməyə səbəb deyil. Bəs Uwey niyə bu qərarı verdi? Nəticədə Tailong çox tutqulu bir tələbə idi və o vaxtlar ondan daha yaxşısını tapmaq mümkün deyil idi. Uweyin bu qərarını virtue ethics, yəni bizim dildə fəzilət etikası ilə əlaqələndirə bilərik. Fəzilət etikası edilən hərəkətin nəticəsi yerinə hərəkət edən şəxsin xarakterinə yönəlmiş əxlaqi bir fəlsəfədir. Yeşim sarayındakı döyüşçülərin əsas məqsədi sülhü təmin etməkdir. Uwey bu səbəbdən Tailongu seçmədi. Çünki onun gözlərindəki qəzəb və təkəbbürü görmüşdü. Bunun Yeşim sarayına, xalqa və Tailongun birbaşa özünə zərər verəcəyini bilirdi. Tailongun illərlə gözlədiyi qapı bir dəfəlik bağlanmışdı. Onun uşaqlıqdan bəri yeganə hədəfi əjdaha döyüşçüsü olmaq idi. Amma ola bilməyəcəyini anladığı an hər şey boşa mı getmişdi? Əslində Tailong qəzəbə məğlub olaraq əjdaha döyüşçüsü ola bilməyəcəyini özü sübut etmişdi. Çünki əjdaha döyüşçüsü sadəcə istedadı ilə yox, mənəviyyatı və hər kəsə örnək olacaq biri kimi özünü göstərməli idi. Tailong isə qarşısına çıxan ilk əngəldə qəzəbinə boyun əydi və pis tərəfini ortaya qoydu. Kung Fu'da Yin-Yang simvolundan bəhs olunur. Bu simvolu anladığımızda hər şey aydın olacaq. Çünki Yin-Yang yaxşı və pis arasında tarazlığın olmasını müdafiə edir. Biz pis tərəfimizi yox, yaxşı tərəfimizi seçərək səbirlə hərəkət edib özümüzü kontrol etsək, gerçək tarazlığı və mənəviyyatı əldə edə bilərik. Tailong isə mənəviyyatını çoxdan itirmişdi. Rədd edilmə onu qisas almağı vədar etmişdi. Ancaq bu qərarı onun uzun illər həbsdə yatacağına səbəb olacaqdı. Tailongun həbsindən uzun illər keçmişdi. Artıq Shifunun əjdaha döyüşçüsü olmaq üçün 5 nəfər namizədi var idi. Hələ də Shifunun içində keçməyən peşmançılıq hissi də var idi. Shifunun etdiyi ən böyük səhv Tailongu bir qəhrəman döyüşçü kimi yox, bir silah kimi yetişdirməsi oldu. Onu əjdaha döyüşçüsünə çevirmək istəyərkən sevginin və daxili sakitliyin gücünü öyrətməmişdi. Shifu yaşadığı peşmançılıqlara görə pələngə də soyuq və məsafəli davranırdı. Əjdaha döyüşçüsünün seçiləcəyi mərasimdə illərdir çalışmış qəzəbli beşli öz istedadlarını göstərərkən Uwey gözlənilməz şəkildə göydən düşən Panda Ponu əjdaha döyüşçüsü elan etmişdi. Amma Uwey həmin vaxtda 20 il əvvəldən bu yana axıra çıxılmayan bir məsələ ilə bağlı yuxu görmüşdü. Bu öngörünün gerçəkləşməsinə çox az vaxt qalmışdı. Bizi düşündürən məsələ odur ki, Uwey niyə heç nə etmirdi? 20 il əvvəl etdiyi kimi Tailongu yenə də dayandıra bilməzdimi? Amma bu artıq Uweyin məsələsi deyil, Shifunun yarım qalan hekayəsi idi. Uwey Shifunun hüzura qovuşmasını istəyirdi. Bunun ancaq taleyin qərar verdiyi kimi olacağını anlayırdı. Shifu taleyinə doğru irəliləyirdi, amma artıq Uwey yox idi. Onun yerinə Shifunun əjdaha döyüşçülüyünün yanından keçə bilməyəcəyini düşündüyü Po var idi.
Digər tərəfdən Tai Long 20 ildir ki, minlərlə mühafizəçinin onu nəzarət etdiyi Jorgan həbsxanasında təcrid olunurdu. Ancaq bir gün Shifunun Tai Longu izləməsi üçün göndərdiyi qazın bir lələyi ilə hər şey başlamaq üzrə idi. Tai Long tək başına yüzlərlə mühafizəçiyə qarşı qalib gəlmiş və azadlığa qovuşmuşdu. Tək bir hədəfi var idi: haqqı olan əjdaha titulunu və perqamenti almaq. Tai Longun həbsdən qaçdığını öyrənən Shifu, Uqveyin müdrikliyinə güvənərək Po'nu ona qarşı çıxa biləcəyini düşündü. Amma nə Po özü, nə də başqaları Po'nun əjdaha döyüşçüsü ola biləcəyinə inanmırdı. Hətta ən başından bəri Shifu da inanmırdı. Amma artıq zaman qalmamışdı. Bu səbəbdən Beşli gizli şəkildə Tai Longu qarşılamağa getdi. Tai Long Beşlini darmadağın etmişdi. Çünki məsələ istedada gəldikdə Tai Long çox başqa səviyyədə idi. Buna görə də onu məğlub edə biləcəklərini düşünmələri saflıq idi. Əslinə baxsan Beşli və Tai Long məsələyə eyni baxış bucağı ilə baxırdılar. İstedadın sadəcə disiplin və fiziki güclə qazanıldığını düşünürdülər. Ağır məğlubiyyətdən sonra zor güclə Yeşim sarayına geri gəldiklərində isə Po'nun təlimi artıq tamamlanmışdı. Ancaq Beşlinin bu məğlubiyyəti həm Po'nu, həm də Shifunu qorxutmuşdu. Bundan sonra Po'ya əjdaha perqamentini verməyi qərar aldılar. Amma əjdaha perqamentinin içi boş idi. Shifu illər öncə həll etməli olduğu məsələni indi tək başına həll etməli olacaqdı. Tai Long illərlə yığılmış nifrətini və qəzəbini Shifuya qusdu. İllərlə məni sümüklərim qırılana qədər məşq elətdirən, məni xəyallarla aldadan kim idi deyə çığırdı. Bəs burada Tai Long haqsızmı? Shifu ona həmişə sən ən yaxşısı olmalısan deyərək çiyinlərini böyük yük mindirmişdi. Onun dəyərini sadəcə performansı ilə ölçürdü. Heç vaxt duygusal dəstək göstərməmişdi və qəbullanmağı öyrətməmişdi. Buna görə də Tai Long əslində sadəcə qəlbi qırılmış bir uşaq deyildimi? Onun əsl istəyi Shifunu qürurlandırmaq və sevgi görmək idi. Güc və perqamentdən daha çox onun axtardığı şey qəbul olunmaq və qiymətləndirilmək idi. Rədd edilmək onu kontrolsuz qəzəbə və qisas almağa vədar etdi. Tai Longun ən böyük səhvi təkəbbür idi. Özünü hər kəsdən üstün və istedadlı görürdü. Əslində bu fikrində haqlı da idi. Çoxundan daha istedadlı və uğurlu tələbə idi. Amma işin axırında hər zaman daha böyüyü var. Tai Long və Po dağa daşa çırpılaraq döyüşürdülər. Tai Longun aşağı gördüyü bu panda təəccübləndirici şəkildə ona güc gəlməyi bacarırdı. Tai Long Po'nun gücünün perqamentdən gəldiyini düşünürdü. Ancaq gerçəyi öyrənməsinə az qalmışdı. Tai Long sonunda perqamentə sahib oldu. İllərdir gözlədiyi güc artıq onun olacaqdı. Dayan, bu nədir? Tai Long perqamentin boş olduğunu gördüyü an heyrətə gəldi və bu anda onun ağzından bu sözlər çıxdı. Əsl güc sənin içindədir. Tai Longun gücün ardınca qaçdığı bu illər boş bir perqament üçün idimi? Yəni bütün bunlar mənasızdırmı? Əslində Tai Longun tam olaraq anlaya bilmədiyi şey bu idi. Təkəbbürü və qiymətləndirilmə ehtiyacı o qədər böyük idi ki, illərdir çəkilən zəhmətlə qazandığı istedadın fərqinə belə varmamışdı. Gəlin hekayəyə birlikdə göz gəzdirək. Uşaqlıqdan bəri hər gün qatı disiplinlə sümükləri qırılana dək məşq edirdi. Tək başına yüzlərlə mühafizəsinin tükünə belə zərər gəlmədən məğlub etdi. Shifunun əjdaha döyüşçüsü olması üçün yetişdirdiyi qəzəbli Beşlinin strategiyası ilə dəf etdi. Ona hər şeyi öyrətən ustasına qarşı belə qalib gəldi. Elə baxsaq, axtardığı gücə əslində çoxdan nail olmuşdu. Amma sonda yenə təkəbbürünə boyun əydi və Po'ya məğlub oldu. Po ilə Tai Longun ən böyük fərqi empatiya və istək idi. Tai Long bütün bunları özünü sübut etmək üçün edirdi. Ancaq Po'nun kung-fuya olan tutkusu və təmiz ürəyi əjdaha döyüşçüsü olaraq sülhü təmin etməsinə gətirib çıxardı. Halbuki Po da Tai Longla bənzər keçmişi paylaşırdı. O da daha balaca ikən tərk edilmişdi. Tai Long təsdiq və qiymət görməyə ehtiyac duyur, Po'nun motivasiyası isə saf bir istəkdən gəlirdi. Elə bu fərq Tai Longun qaranlıq yola düşməsini açıqlayır. Nəticə olaraq Tai Long əjdaha döyüşçüsü olmağa layiqdirmi? Bəlkə də biraz təhsil və təmkin ilə buna nail ola bilərdi. Bu mövzu müzakirəyə açıq olsa da, onun çox ustalıqla yazılmış mənfi obraz olduğu açıq və aşkardır. Mürəkkəb xarakterdir. Məqsədi sadəcə pislik deyil, dərindən qəlbi qırılmış bir uşaq idi. Sadəcə bəyənilmək istəyi və təkəbbürü onu qaranlığa sövq etmişdi. Bəlkə də Tai Longa haqsızlıq etdik. Çünki əslində o pis uşaq deyildi. Sadəcə yanlış yetişdirilmişdi.
Tai Long'un bizə öyrətdiyi şey əslində həmişə ən yaxşı olmağa zorlanmaq və bəyənilməyə bağlı halda böyüdülmək bir uşağın dünyasını məhv edə bilməsidir. Bəs sizcə burada günah kimdədir?